Salam, bu 4-cü dərsimiz kompüterin rəngə görə reaksiyası dərsidir. İndi robotumuz sadəcə rəngi görməyəcək, həm də qırmızı və yaşıl rəng gördükdə bizə xəbər verəcək. Əvvəlki dərsdə artıq biz qırmızı rəngi tanımaq üçün bir kod yaratdıq. İndi isə kompüterə əgər qırmızı tapılıbsa, o zaman qırmızı tapıldı deməyi öyrədəcəyik. Gəlin koda baxaq. Əvvəlki dərsdən bildiyiniz kimi kitabxanamız var. OpenCV və NumPy. OpenCV vasitəsilə videonu emal edirik. NumPy vasitəsilə rəqəmlərlə işləyirdik. Sonraki sətirdəki kodumuz vasitəsilə isə kamera seçirdik. Və əvvəlki koddakı kimi while true funksiyası ilə sonsuz bir dövr başladır və daimi gələn görüntünü analiz edirdik. Bu hissədəki kod vasitəsilə isə hər bir kadrı alır və yadda saxlayırdı. Bu da əvvəlki dərsdə dediyim kimi isə kamera açılmayıbsa bu zaman kodu dayandırır. Bu sətirdəki kodumuz vasitəsilə isə biz RGB gələn görüntünü HSV-yə çevirirdik və bunun haqqında danışmışdıq. Bu hissədəki kodlar vasitəsilə isə biz yuxarı və aşağı səviyyə diapazondakı rəngləri seçirdik. Məsələn, qırmızı rəng üstün yuxarı və aşağı diapazon. Bu hissədəki kod vasitəsilə isə biz bizə lazım olan pikselləri seçib, həmən pikselləri ağ olaraq, yəni qırmızı seçmişiksə qırmızı olaraq qeyd edirik. Və bu yeni olan hissə bu hissədir. Bu hissədə biz həmən pikselləri sayırıq. Nə üçün? Bir hissədə müəyyən bir qırmızı görünürsə, əgər müəyyən bir qırmızı görünürsə deyəndə isə məsələ 5000 olaraq qeyd olunub burada görürsünüz də. Yəni 5000 dənə piksel varsa, deməli həqiqətən də qırmızı görünür. Bu zaman biz belə bir kod yazırıq. Bu yuxarıdakı kod sadəcə həmən qırmızı piksellərin sayını tapır. Gördüyünüz kimi count non-zero, yəni qara olmayan hissələrin sayıdır. Bu hissədə isə biz if funksiyasını istifadə edirik. Əgər həmən piksellərin sayı 5000-dən çoxdursa, o zaman ekrana tekst çıxar. Tekstdə isə biz tekstin əvvəlki dərsdə demişdim. Videoda da, dərslərin özündə də var. Qırmızı tapıldı sözünü müəyyən hissədə, həmən görüntünün hissəsində, məsələn, bu koordinat funksiyası kimi düşünün, 50-50 olaraq qeyd edin. Məsələn, deyək ki, kameradırsa düşünün, kamera var. 50 belə bu hissədə yazır. Qırmızı tapıldı. Bu hissədə kodun fontu, deyəlim ki, sözün fontu qeyd olunur. Bu hissədə isə rəngi qırmızı olaraq qeyd olunur. 00255 qırmızı deməkdir. Bu hissədə isə biz orijinal görüntünü veririk. Bu hissədə isə bizim aldığımız nəticənin görüntüsünü veririk. Bu hissədəki kodumuz vasitəsilə isə biz istədiyimiz vaxt kodu dayandırırıq. Dayandırdığımız zaman isə bu iki funksiya işə düşür. Bu görüntünü kameranı bağlayır. Bu hissə isə açılmış pəncərələri bağlayır. Dərsimiz bu qədər. Baxdığınız üçün çox sağ olun. Siz də digər hədəflər vasitəsilə kodu yoxlayıb dəyişə bilərsiniz. Fərqli rəngdə olan hədəflər vasitəsilə. Fərqli rəngli ola bilər, yaşlı ola bilər, qırmızı, böyük ola bilər. Baxdığınız üçün çox sağ olun.